Salamlar, axşamınız xeyir olsun. Necəsiz? Ümidvaram ki, hər biriniz yaxşısınız. Yəqin ki, uzun müddətdir məni izləyənlər bilir, izləməyənlər üçünsə özümü kiçik də olsa təqdim eləmək istəyirəm. Mənlə tanışlıqdan sonra sizin suallarınız varsa, suallarınıza cavab vermək istəyirəm. Daha sonra isə davranış pozuntusuna aid kiçik mini təlimimizi davam etdirərik. Mən psixoloq Könül Babaşzadə 2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Sosial Psixoloji Xidmət ixtisasını bitirmişəm. 2021-2023-cü illərdə Odlar Yurdu Universitetinin Ümumi Psixologiya ixtisasını, bundan əlavə ixtisas artırmam klinik psixologiya üzrə olub, daha sonra isə beynəlxalq dərəcəli akreditasiyalı Coaching Akademiyasını bitirmişəm. Artıq 3 ildən çoxdur uşaq və yeniyetmə psixologiya kursunu tədris edirəm. Müxtəlif tələbələrlə bunu tamamlamışıq. Bugünkü mövzumuz isə ümumiyyətlə işlədiyim sferaları deyim. Uşaq, yeniyetmə və yetişkinlərlə işləyirəm. Yetişkinlərlə 18 yaş üzəri psixoterapevt və coaching kimi, uşaq və yeniyetmələrlə isə hal-hazırda yalnız təlim verməklə ixtisaslaşıram. Əlavə sualınız varsa mənə dair, nəsə sizi narahat edirsə, buyura bilərsiniz, chat hissədə verə bilərsiniz, ətraflı cavablandıra bilərəm. İndi gəlirəm uşaq və yeniyetməyə. Mən nə isə danışanda, sizdə hansısa bir sual gələndə zəhmət olmasa chat hissəsinə yazın ki, mən sizin suallarınızı rahat şəkildə görə bilim və cavablandırım. İstəyirəm ki, aramızda səmimi bir mühit olsun. Ümumiyyətlə, uşaq və yeniyetmə psixologiya kursundan biraz başlıq verəcəm. Sonra əgər davranış pozuntusuna aidlər, öz övladınızla bağlı, ümumiyyətlə mütəxəssissinizsə, işləyirsinizsə, onunla da bağlı sualınız varsa, rahat şəkildə yaza bilərsiniz. Uşaq və yeniyetmə psixologiyasına dair isə deyim ki, ümumiyyətlə sizin oxuduğunuz mövzular, yəni universitet dönəmində, hətta mənim də özüm də oxuduğum mövzulardan tamam fərqlidir. Çünki mən özüm də ixtisas artırmamı sırf Türkiyə üzərindən etdim. Beynəlxalq dərəcəli uşaq və yeniyetmə psixologiya kursuna keçdim. Daha sonra Aronbek tərəfindən tanındı. Yəni demək istədiyim odur ki, sizin öyrəndiyiniz universitetdəki uşaq və yeniyetmə psixologiya kursundan tamamilə fərqlənir. Belədir ki, biz ancaq universitetdə öyrənmişdik nəzəriyyə, amma praktika isə fərqlidir. Bu arada 6 ildən çoxdur ki, özüm də uşaq və yeniyetmələrlə işləmişəm, müxtəlif problemlər üzrə və ümumiyyətlə kursu keçərkən təkcə nəzəriyyə öyrənmək kifayət etmir. Bizə lazımdır ki, həmçinin praktik alətlər öyrənək. Bugün niyə görəsinə canlı yayım elədim? Normalda heç mənim canlı yayım etməyimə ehtiyac yoxdur. Mən Telegram kanalında dərsləri qoyuram. İnsanlar istəyəndə, məsəl üçün deyirəm ki, hə, ödənişsiz keçin, baxın dərslərə, sonra kursa yazılmaq istəsəz gəlin. Yəni bunu da eləyirəm, amma uzun müddətdir açığı özüm də baxıram ki, sonuncu videom səhv eləmirəmsə oktyabr ayında olub. Ödənişsiz təlim vermişəm, YouTube-a yüklənib. Dedim ki, qoy bu da bir ödənişsiz təlim olsun 2026-cı ilin. Bundan sonra da yəqin imtahan həyəcanı və aradan qaldırılması sırf 17 yaşlı abituriyentlər istəyir deyə belə bir təlim qoyacağam və YouTube-a yerləşdirəcəm. Siz də baxa bilərsiniz. Dedim ki, belə bir təlim verim. Həm məqsəd olsun ki, maariflənək, öyrənək, həm də ki, sırf kursa yazılmaq istəyənlərlə kiçik mini yaxından tanışlıq kimi keçək ki, sizə də rahat olsun ki, hə, mütəxəssislə canlı danışdım, canlı qoşuldum, nə öyrənəcəyimi bildim və s. Mən sizlə danışaraq, ümumiyyətlə istəyirəm ki, qrupa atacağım ki, siz əgər kursa qatılsaz, mən sizlə nəyi necə keçəcəm, bu sizin üçün də deməli, çox rahat şəkildə olsun. Oradan danışaraq, baxaraq, siz də mənə suallarınızı ünvanlandıra bilərsiniz ki, canlı şəkildə keçsin. İndi mən sizə belə biraz min açılış eləyək gəlin sizlə. Kimin mənə sualı varsa, mümkündürsə yazsın. Əgər suallarınız varsa yazsın. Bəli, YouTube-da sizə dünən qoyduğum linklər paylaşıb. YouTube-da tamamilə ödənişsizdir. Bu arada sabah YouTube kanalımın bir ili olur. Tamamilə ödənişsiz şəkildə həm öz üzərinizdə işləyə bilərsiniz, həm də uşaq və yeniyetmə hissəsinin əsas hissələrinə baxa bilərsiniz. Yəni ödənişsizdir, baxa bilərsiniz. Amma sizə lazımdırsa ki, mən mütəxəssis kimi, valideyn kimi və yaxud da ki, pedaqoq kimi, ola bilər tələbədir, psixologiya tələbəsidir, öyrənmək, o zaman artıq kursa keçid edə bilərsiniz ki, bu daha level updır, həm praktikdir, həm də birbaşa suallarınızı rahat şəkildə ünvanlaya bilirsiniz. Okey, mən qrupda proqramın içərikliyini sizlə paylaşdım. Əgər siz uşaq və yeniyetmə psixologiya kursuna yazılsanız, mən sizlə 2 ay müddətində bunu keçəcəm. Burada, məsələn, kognitiv davranış terapiyası var. Ümumiyyətlə, əvvəllər kognitiv davranış terapiyasını mən ayrıca təlim formatında eləmişdim. İnsanlar, məsələn,
O proqrama 30 manat ayrıca ödəniş ödəyib, məsələn deyirəm, açıq deyirəm, ödəniş eləyərək o təlimə qoşulmuşdularsa, yəni bu kursun içərisində o təlim proqramı da sizə hədiyyədir. İmtahan həyəcanı da ayrıca bir proqramdır, o da hədiyyədir. Yaz terapiyası və dəstək, yəni onların hər biri ayrıca ödənişlə qoşulub insanlar şəxsən sertifikat almışdı. Amma sırf uşaq və yeniyetməyə qoşulan insanlara bu mövzular da lazımdır. Çünki bilirsiniz, siz uşaq psixologiyasına qoşulanda çox vaxt sizə 6 yaşa qədər uşaq psixologiyası öyrədilir. 6 yaşdan sonra isə heç kəs getmir. Səbəb niyə olur? Niyə getmir? Çünki 6 yaşdan sonra sizə KDT lazımdır. Koqnitiv davranış terapiyası. Onu da çox mütəxəssis demir. Desə də yarımçıq deyir. Başa düşürsünüz nə demək? Mütəxəssis gəlir, deyir ki, 15 yaşlı yeniyetmə gəlib, məsəl üçün evdən qaçır və yaxud da ki, indi maraqlı problemlər qoyub danışa bilərik də. Məsələn, 15 yaşlı yeniyetmədə tutalım, evdən qaçır, məsələn, atası siqaret çəkir, anası evdə olmur, bu uşaq məktəbdə gəlir, digər yoldaşlarına, məsəl üçün də psixologiyasını buna necə işləyir? Artıq, bax, bunun yolu üçün düzgün terapevtik addım atmaq lazımdır ki, işləyir. Məsələn, bu bəzi yerlərdə bu sizə öyrədilmir. Sadəcə sizə öyrədilir ki, diqqətli, qavramadır. Yəni, bu ən əsas bazadır. Ümumiyyətlə, psixologiyanın uşaq və yeniyetmə hissəsindən danışarkən, bu arada kimin davranış pozuntusuna aid sualı varsa versin, birazdan onsuz da təlim kimi keçəcəm. Ümumiyyətlə, psixologiyanın hətta bir neçə ana xətti var. Birinci ana xətti koqnitiv psixologiyadır. Yəni, siz təkcə uşaq və yeniyetmə psixologiyasını öyrənmirsiniz. Yəni, bir psixoloq mütləq şəkildə uşaq və yeniyetmə ilə işlənirsə, birinci növbədə koqnitiv, ikinci növbədə klinik, üçüncü növbədə ümumi psixologiya, dördüncü növbədə hətta deyərdim ki, psixoterapevtik hissə, yəni koqnitiv davranış hissəsini bilməlidir. Mən keçdiyim uşaq və yeniyetmədə mən bunları sistemləşdirirəm. Ana xətti, məsələn, ana xətti nədir? Birinci ana xətti uşaq və yeniyetmənin odur ki, bazafon siz koqnitiv sferanı uşaqla işləyib həll etməlisiniz. Valideyn sizin yanınıza gəlirsə, deyirsə ki, mənim övladımın diqqət əskikliyi var, mənim övladım hiperaktivlikdir və yaxud da ki, mənim övladım davranış pozuntusudur, fərqi yoxdur. Siz onun artıq statistikasını çıxarmalısınız ki, bu uşaq neçə yaşındadır? 7 yaşında uşaq gəlibsə, onu yoxlayırıq test vasitəsilə, kursda bunu keçirək. Uşağın məsələn yaşı çıxır ki, uşaq 4 yaşında qalıb. Artıq siz buradan işləməlisiniz uşağı ki, gətirib onu 7 yaşa çatdırasınız. Bu olur koqnitiv hissə. Və yaxud da ki, uşağın qavramasını işləmək lazımdır. Uşaq tutalım ki, qavraya bilmir, anlaması yoxdur. 8-ci sinifdə oxuyur, məsəl üçün, artıq bir də görürsünüz disleksiya problemi yaranır, disqrafiya problemi. Bunlar hamısı qavramadır, diqqətdir, duyğudur, qavramadır, diqqətdir, hafizədir, təfəkkürdür, nitqdir. Bax, bu hissələr birinci ana xəttdir. Yəni, psixologiyanın bu hissəsini işləyə bilməyən ümumiyyətlə heç uşaq psixologiyası müəssisəsinin qabağından belə keçə bilməz. Hətta heç öz övladına belə faydalı ola bilməz. Məsələn, mən 2025-ci ildə çox tələbə götürdüm, 2026-cı ildə fasilə verdim. Məsələn, məndə olub ki, 2025-ci ildə valideynlərlə çox işləmişəm. Məsələn, fizika müəllimləri olub, bioloq müəllimlər olub, yəni aralarında müəllimələr olub, amma valideyn olub. Məsələn, hətta bir fizika müəllimi var idi, indiyə kimi yadımdadır. O xanım hətta kontaktımdadır. O xanım deyirdi ki, mən müəlliməm, amma mənim 2 yaşında oğlum var. Mən istəyirəm ki, öz övladımın gələcəyi üçün bu kursu bilim. Mənə lazım deyil ki, məsəl üçün mən bu kursu bitirim, gedim iş tapım, nə bilim, yəni harasa düzəlim, yəni müəyyən bir qazancım var. Sadəcə mənim maraqlıdır ki, mən övladımla işləyirəm. Xanım kursa qoşulan müddətdə mən WhatsApp-ı ümumiyyətlə açıq qoyuram. WhatsApp artıq açıq qalırdı bizdə. Xanım başlayırdı suallarını verməyə. 2 yaşla bağlı. Artıq baxın, bir də psixologiyada əsas bilməli olduğunuz yaşdır. Məsələn, baxın, mən bilmirsiniz, bilənləriniz var, bilməyənləriniz var. Psixoloq ödənişsiz, əgər sizə də maraqlıdırsa 18 yaş üzəri ödənişsiz yazıb avqust qrupuna keçə bilərsiniz. Sabahdan oranı başladıram da, yəni orada görəsiniz. Mənim insanlara həmişə verdiyim sual, əgər ödənişsiz nə hiss edirəmsə, həmişə yaşını soruşuram. Əgər bir insana işləyirəmsə. Uşaq psixologiyasında bazafonun əsası uşağın yaşı təşkil edir. Çünki 1 yaşında uşaqla 4 yaşında uşaq bir olmur. 4 yaşındakı uşaqla 12 yaşındakı uşaq bir olmur. 12 yaşındakı uşaqla 18 yaşındakı insan bir olmur. Yəni şəxsiyyət bir olmur. Yəni nə demək istəyirəm? Yaş dövrlərini bilməsəz, psixoseksual inkişaf dönəmlərini bilməsəz, uşağın diqqəti neçə yaşda necə olmalıdır, diqqəti necə olmalıdır. Bu hələ koqnitivdən danışıram ha. Bunu bilməsəz, ardıcıllıq qura bilmirsiniz. Sistematik apara bilmirsiniz. Plus olaraq psixologiyada, baxın, klinik psixologiyada bizə nə lazımdır? Uşaqlarda depressiya olur, panik atak olur, təşviş pozuntusularının əlaməti ola bilir, enuriz enkopres olur. Bu hissəni də məsələn çox hissəli siz getsəz əldə eləməyəcəksiniz də, yəni açıq deyim, yəni nə qədər kurs var soruşa bilərsiniz. Plus
Psixologiyanın üçüncü əsas hissəsi və Azərbaycanda ən çox bu sahə biznes sahəsinə çevrilib. Əlil şəxslər, autizm, əqli geri, düzdürmü? Ola bilər aranızda, məsələn, məndə bir valideyn var idi, övladı çox əqli geri idi. Valideyn şəxsən, məsələn, kursu özü üçün qoşulmuşdu ki, sırf dedi, mən öz övladıma dəstək olmaq üçün qoşuluram ki, bu kursu öyrənim. Hətta bir xanım belə var idi, təsəvvür edin, Qazaxın hansısa kəndində yaşayırdı. Orada o qədər xəstə uşaqlar var idi ki, necə xəstə uşaqlar, dırnaqarası deyirəm. Yəni əziyyət çəkəndə həm əql cəhətdən, həm autistik cəhətdən. O xanım deyirdi ki, mən burada bir psixoloq tapmıram ki, bu uşaqlarla işləsin, mən pedaqoqam. O qədər deyir müraciət axını var ki, axır mən məcbur qalıram ki, bu işin psixoloji tərəfini öyrənim, ona görə mən bu kursa yazılıram. Yəni hər kəs baxırsan ki, bir səbəbdən yazılır. Kimisi məsələn tələbədir, tutam sertifikat üçün yaz, amma sertifikat məncə yəni əsas hissə deyil. Sizə əsas lazımdır ki, mən nə öyrəndim, mən nə qazandım. Yəni sertifikat siz hara getsəz, belə pis çıxmasın. Bu saat girin onlayn saytların birinə, xarici universitetdə, hə yalandan orada nə isə doldurun. Sizə pulsuz hətta onlayn ingilis dilində sizə yazacaqlar ki, uğurla GOT-da, yəni GOT certificate. Yəni bu saat hər yerdən ödənişsiz bir sertifikat almaq çox rahatdır. Yəni bunu hamınız da bilirsiniz. Amma mənə lazımdır ki, mən nə öyrəndim, mən nə işləyəcəm. Bir də aranızda işləmək istəyənlər varsa, amma psixologiya tələbəsidirsə, mənim tələbələrim birinci ayın sonundan başlayıb işləməyə. Çünki niyə görə? Birinci ayın sonunda mən artıq baza fonu keçirəm, kognitiv hissəni bitiririk, xüsusi uşaqlarla. Downdur, əqli geridir, autizmləri, bir də UC, serebral iflicləri bitiririk. Bu da o nə deməkdir? Çünki bütün özəl məsələləri gələnlərin hamısı hansı problemlə gəlir? Dırnaqarası Azərbaycanda biznesə çevrilmiş əlil şəxslər olur. ABA terapiyasını qurtarırıq. Artıq siz ABA terapiyasını, yəni tətbiqi davranış terapiyasını bitirəndən sonra siz rahat şəkildə nə edirsiniz? Rahat şəkildə artıq işləməyə başlayırsınız. Onu da necə edirsiniz, necə gedirsiniz, sıfırdan başlamaq. Məsələn, mənim bir tələbə xanımım var idi. Xanım Salyanda yaşayırdı və Azərbaycana işləməyə gəlmək istəyirdi. Məşhur xanımdır, bəlkə bilmirəm, çıxar Instagramda falan. Bilmirəm qabağınıza, adını çəkməyəcəm. Nəysə, o xanım deməli Bakıya gəlib işləmək istəyirdi. Bax, xanım həqiqətən də yəni oxumuşdu, bitirmişdi, ixtisasçı idi, söhbət psixoloqdan gedir ha. Mən buna təklif elədim və o biraz da biznes yönümlü dedim ki, sən artıq bunu bilirsən. Bir də xanımda bir şey var idi. Atası qızına çox dəstək olurdu, yəni o mövzularda. Onu yönəltdim kurslara. Yəni heç o özəl mərkəzləri üst tutmadı kurslara. Artıq o sistemi bilirdi deyə kursda öz biznesini qurdu rahat şəkildə. Və artıq ikinci ay bitirəndən o 500 manat çox rahatlıqla qazana bilir. Çünki həm öz ixtisası psixologiya idi, həm məndən kurs keçmişdi, proqramı bilirdi deyə, işləmə yöntəmini öyrənmişdi deyə və başladı orada işləməyə. O artıq mənə dedi ki, mənim Bakıya gəlməyə, kirayə tutmağa, Bakıda nə bilim qapılara düşməyə ümitimə. Həm sevindim ki, hansısa bir gəncə dəstək oldum ki, o öz rayonunu tərk eləmədi, öz evini tərk eləmədi ki, sırf mən gəlim Bakıda iş tapım. Savadı var idi, baza var idi, tələbə idi. Bu saat rayonlarımızda ehtiyac var. Bu saat ucqar bölgələrdə işə ehtiyac var. Məsələn, olub Ağdamdan qoşulanlar olub, sonra nə bilim Qazaxdan qoşulanlar olub. Bax, mən ən çox deyirəm Salyandan qoşulanlar olub. Cənub zonasından olmayıb, ən çox bax belə bu tərəflərdən olub. Amma onsuz da yəni hamımız bir bölgədəyik də. Məsələn, öz yaşadığımız yerdə belə işimizi bilsək, ən azı heç mərkəzimiz belə olmasa, bizim qapımızı ən azı gündə bir 10 nəfər açsa, amma doğru şəkildə uşaqla işləməyə bilsək, biz rahat şəkildə, yəni demək istəyirəm ki, pulu da yarada bilirik. Yəni biz nə burada pulun dalınca qaçmayacağıq, nə sertifikatın dalınca qaçmayacaq. Biz əsas odur, bilirik, öyrənirik, tətbiq edə bilirik, praktik qoya bilirik ortaya. Artıq praktik qoya bildiyimiz bir şey, yəni bu kör-kör gör-gördür də. Baxın da belə deyim, bilən insandan bilməyən insan həmişə seçilir. Bir insan, hətta məndə elə olub ki, mənə valideynlər özləri yalvarıb ki, mən sizin evinizə gətirim. Yəni siz elə bir mütəxəssis olacaqsınız ki, yəni belə deyim, əgər psixologiya söhbət ixtisasınız psixologiyadır, şimdi qeyri-ixtisaslara da gələcəm, neyniyə bilər. Siz elə bir mütəxəssis ola bilərsiniz ki, sizin ətrafınızda yaşayan 5 nəfər özü deyəcək ki, mən sizin evə gətirim. Yəni insan elə bir şey olmalıdır ki, həmin insanlar özü sizdən əl çəkməsin. İzah eləyə bilirəmmi? Siz kiminsə arxasınca düşmürsünüz ki, ay övladını gətir. Yəni belə üzrsən, dilənçi obrazına düşmürsünüz. Sizin savadınız, sizin praktik işləməyiniz, öz üzərinizdə işləməyiniz etibar edir ki, insanlar da həm praktik nəticəni görsünlər, həm də özləri sizə biri ona deyir, biri buna deyir və belə bir bazə yaranır. Əgər ixtisasınız psixologiya deyilsə, yəni bakalavr, bir də kurs elanı paylaşın, biri yazır. Çox ucuzlaşdırır ixtisasımızı. Mən buna çox sevinmirəm. Yazır. Mən bu kursu bitirib psixoloq ola bilərəm, sual verirəm. Baxın, çox kurslar insanları necə aldadır?
Hə, qutar kursu sən iş tapasan, belə bir şey yoxdur əzizim. Psixologiya ixtisasını tam yiyələnmək istəyirsənsə, Azərbaycan Respublikasının qanunvericiliyi var. Nə deyir? 4 illik bakalavr təhsili diplom olmalıdır və yaxud da ixtisas artırma ilə siz magistr dərəcəsi diplom olmalıdır. Əgər bu diplom varsa, bəli, sən deyirsən ki, mənim diplomum var, mən işləmək istəyirəm. Könül xanım, mən bu kursu bitirsəm bir işə sahib ola bilər? Mən deyərəm ki, bəli, ola bilərsən. Çünki sənin ixtisasın var və plus sən bunu öyrənirsən və sən hara getsən, CV-ndə də çox rahat alınır. Düzdürmü? Bir bu. Amma yox, sənin ixtisasın tam psixoloq deyil, pedaqoqsan və yaxud da xüsusi təhsilsən və yaxud da müəllimsən və yaxud da məktəbə qədərsən, bunun fərqi yoxdur. Və sən uşaqlarla işləyirsən. Bu sadəcə sənə kömək olacaq ki, indi mən digər məsələləri bilmirəm Azərbaycanda. Yəni mən biraz qanun tərəfindən danışım. Bu sənə kömək olacaq ki, həm sən birinci öz övladın, ikinci sən işlədiyin yerdə uşağa olan yanaşma tərzin və metodikan dəyişəcək. Bəlkə də sən bu kursu bitirəndən sonra sənə maraqlı gələcək ki, mən də ixtisas artırma eləyim. Verəcəksən məsəl üçün atıram, təzədən bakalavr oxuyacaqsan, oxuya-oxuya işləyəcəksən və kim təzədən magistr. Amma yəni bir şey var da, yəni bir düz yolu getmək istəyiriksə ədalətlə gedək. Yəni o məsələn mən buradan durub məsələn mən də 6 il yox, hətta 7 ildən çoxdur psixologiya təhsil almışam. Durub məsələn deyim 10 ilin dizayner, qrafik dizayner istəyir. Gəlib deməyəcəm ki, hə, mən gəlim 2 aylıq qrafik dizayner kursunu keçim, dizayner ola bilərəm. Belə pis çıxır da, düzdürmü? Və yaxud da 10 ildir tam ginekoloqdur, təhsilini alıb oxuyub. Hə, mən deyirəm ki, 3 ay mənə ginekoloji kursu keç, mən gəlim ginekoloq olum da. Yəni bu biraz fikir versinizsə avam səslənir. Yəni düzgün deyil axı. O illərini verib, 10 ildir işləyir. Eyni psixologiya. İllərimizi vermişik, oxumuşuq, işləyirik. Yəni o bir söz var da, dama-dama gəlir, dama-dama gəlir, bu göl olur ki, sən artıq mütəxəssis olursan və sən özündən sonrakı insanlarla işləyirsən, nəticə verirsən. Çünki zarafat deyil. Məsələn, sizə elə gəlməsin ki, belə bu saat yəni hər kəs polisin nömrəsini də verir, hər kəsin telefon nömrəsinə qədər verir. Yəni bu saat kimisə yəni aldada bilməz. Aldatsa belə hüquq var, qanun var, orqan var. Şikayət edirsən, haqqını da tələb eləyə bilirsən. Ona görə canlı Zoom görüşü ona görə vacibdir ki, siz həm insanın özünü tanıyırsınız, həm adını, soyadını bilirsiniz, həm kimdir, nəçidir, hardan gəlir. Ya bu məsələləri bilirsiniz. Plus ödənişsiz YouTube kanalım var, baxa bilərsiniz. Instagram kanalım var, baxa bilərsiniz. Yəni hər yerdən araşdıra bilərsiniz. İndi mən bu dərsdən sonra Telegram kanalı açacağam. Telegram kanalına tamamilə ödənişsiz bir neçə dərs yerləşdirəcəm ki, sırf kimsə qoşulmaq istəyirsə sizdən sonra, çünki avqust ayının 11-i başlayacaq. Artıq həmən insanlar o video dərslərə baxıb avtomatik yazılmaq istəsə yazılsın. Yəni yazılmaq istəmirsə də məsələni uzatmasın. Sırf kurs mövzusunda deyirəm. Okey, yəqin ki, bura aydın oldu sizə, bu məsələlərə toxundum. Hə, biz kognitiv hissəni biləcək işləməliyik. Siz nə xüsusi psixologiya, kognitiv psixologiya, xüsusi psixologiya əlillərin psixologiyasıdır. Əlillərin psixologiyası demək olar ki, baza fondur. Yəni onu bilmədən ümumiyyətlə siz uşaq psixologiyasına girə bilmirsiniz, çox çətindir. O xüsusi psixologiyanı bilməyiniz üçün də tətbiqi davranış terapiyasını bilməlisiniz, oyun terapiyasını bilməlisiniz, art terapiyasını bilməlisiniz, nağıl terapiyasını bilməlisiniz. Bunların hamısı da kursun içərisində var. Qrupa atdığım proqramdan yaxından tanış ola bilərsiniz. Bu etapları qutarandan sonra bizə lazımdır kognitiv davranış terapiyası. Bu terapiyada bilirsiniz necə? Məsələn, sual verə bilərsiniz ki, məsələn, məndə müştəri olub, deyib ki, məsələn, Kön xanım, mən ərimdən boşanmışam, uşağımın 5 yaşı var və mən ikinci dəfə ailə həyatı qururam yoldaşım da subaydı, övladı yoxdur, heç vaxt evlənməyib. Mənim qızım dedi, məsəl üçün, psixoloji olaraq çox gərginlik keçirir, ağlayır, məsəl üçün də psixası narahatdır, hə. Bu uşaqla necə işləməliyik? Biz kognitiv davranış terapiyası oyun əsaslı, nağıl əsaslı işləməliyik. Düzdürmü? Terapevtik işləməliyik. Bu işləməliyik ki, uşaq bu mama prosesi, papa prosesi və yaxud da ki, 8 yaşda oğlum var, biz ailəvi maşınla gedirdik, qəzaya düşdük. Məsələn deyirəm, uşağımın gözü qarşısında atası rəhmətə getdi. Ümumiyyətlə, psixologiyada ən ağır bilirsiniz də, itkidir, ayrılıqdır, ölümdür. Terapiya uzun müddət davam edə bilir. Məsələn deyirəm, artıq bizə nə lazımdır? Gözsüz uşaq üçün nə baş verir? Faciə. Yəni bəzən deyirlər, hə psixoloq nə edir? Oturur danışır. Xeyr, oturub danışmır. Terapevtik iş aparır. O uşaqdan konkret olaraq terapevtik iş lazımdır. Yəni burada uşaq depressiyada gedə bilər, biraz təşviş pozuntusu da yarana bilər, panik atakaya da gedə bilər. Çünki ağır bir həyatında hadisə baş verir. Və yaxud da zəlzələlər oldu. Məsələn, Türkiyə dövründə bizdən nə qədər psixoloqlar getdi. Yəni onlar boş-boş gedib orada danışmırdı ki, məsəl üçün indi o hissələrə girməyəcəm. Onlar biraz ağır mövzulardır. Və yaxud da ki, tutalım ki, məsələn, atıram, oğlumun 10 yaşı var. Məsəl üçün də atıram, imtahanlarına həyəcanlanır, tez-tez gedib kəsilir. Məsələn, maddi dəstəyimiz var, uşaq üçün hər şeyi uşaq yaxşı bilir, amma gəlir son anda məsəl üçün deyək ki, məsələn, atıram imtahandan kəsilir, neyniyək? Burada artıq KDT işlənməlidir. 10 yaşdan sonra, hə, gəlirəm davranış pozuntusuna. Bir də
baza fon olaraq, hətta araşdırsanız Psixologiya Elmi Tədqiqat İnstitutunda, yəqin ki, baxırsınız, bilmirəm, orada davranış pozuntuları və korreksiyası mövzusunda ayrıca 3 aylıq ixtisas artırma var. Yəni görün davranış pozuntusu nə qədər böyük bir mövzudur da. Yəni onu demək istəyirəm. Davranış pozuntusu psixologiyanın vahşana xəttidir. Çünki 18 yaşına gələn o hamının sevdiyi narsistlər olsun, psixopatlar olsun, narkotik alüdəçilər olsun, maddə asılılıqlar olsun, sosiopatlar olsun, sonra doğru dildə desək, yəni çox dərinə getmək istəmirəm. Şəxsiyyət pozuntuları olsun, hamısı hardan yaranır? Uşaqlıqdan yaranır da. Məsələn, bəzən mənə deyirlər ki, mən böyüklərlə işləmək istəyirəm. Böyüklərlə işləmək istəyən insan birinci uşaqlığı bilməlidir. Sən bilmirsən sən narsist necə formalaşır. Sən necə gəlib 32 yaşında kişi xeyalağıda oturub qabağında. Sən necə narsistlə işləyə bilərsən? Sən birinci başa düşməlisən ki, bu 32 yaşına qədər necə gəlib, məsələn, narsist olub. Və yaxud da insandır, qatildir, adam öldürüb. Məsələn, psixoloqlardan var da, cəza çəkmə məsələlərində işləyir. Ən ağırdır, öz anasını öldürüb, məsələn deyirəm. Öz atasını öldürüb, məsələn deyirəm. Bununla necə işləmək lazımdır? Məsələn, avtomatik olaraq. Baxmalıyıq ki, bunun uşaqlıq sxemlərinə nə dayanır? Yəni, bunlar hamısı, bilirsiniz necə? Bunların hamısı bir-birindən zəncirvari əlaqəlidir. Biri-birindən əskik deyil. Yəni, mən əgər 18 yaş yuxarı sayıramda, 18 ilə işləyirəmsə, 20 ilə də işləyirəmsə, 30 ilə də işləyirəmsə, 52 ilə də işləyirəmsə, fərqi yoxdur. Mən uşaq psixologiyasını bilmirəmsə, mən yeniyetmə psixologiyasını bilmirəmsə, birbaşa gedib 3 ay psixoterapiya kursu keçib gəlib mən böyüklə işləyə bilmərəm. Bu düzgün deyil. Birincisi özümə haqsızlıqdır, ikincisi qarşımdakı insana haqsızlıqdır. Yəni ən azı baza fon uşaq və yeniyetmədir. Yəni bizim bildiyimiz uşaq və yeniyetmə o yəni deyirəm şaxələnir. Koqnitivdir, ümumidir, klinikdir, xüsusi psixologiyadır, kadeti olandır, terapevtik hissələri bilməkdir. O bu dəstə sizə bonus olaraq qoşulsaz hədiyyə olunur. Okay. Davranış pozuntusuna niyə görə başladı? Mən sizin çox xüsusi bir artıq keçirəm təlimə, çünki mən özüm də çox danışıb özümü yormaq istəmirəm. Biraz mini belə təqdimat kimi keçək. Bu mənim dissertasiya mövzum olub. Mən ümumiyyətlə Odlar Yurdu Universitetində sırf davranış pozuntusunu dissertasiya mövzumu eləmişəm, müdafiə eləmişəm və uğurla keçmişəm. Ümumi psixologiya ixtisası. Mən burada istifadə etdiyim ədəbiyyat, məsələn deyim, Rus ədəbiyyatı, İngilis ədəbiyyatı, yəni İspan bir neçə ədəbiyyatlardan və özüm yazmışam başdan ayağa. Ona görə də rahat şəkildə təqdim edirəm. Mən burada kiminsə materialını götürüb kopiravat etməmişəm. Öz belə deyək ki, dünya çapında olan praktik nəticələr, analizlər hamısını yığmışam. Artıq burada belə deyək ki, sizlə davranış pozuntusu niyə görə keçmişəm? Niyə görə salmışam? Çünki davranış pozuntusu, baxın, prosta tak izah eləyirəm ki, dərs metodu, davranış pozuntusu YouTube-da var, ödənişsiz baxa bilərsiniz. Ümumiyyətlə, davranış pozuntusunu işləyirsinizsə, siz başa düşməlisiniz ki, psixologiyada 2 cür davranış pozuntusu var. Birinci növbədə ümumi psixologiyada. Əgər 10 yaşına qədər uşaq, prosta baza fon olaraq qeyd, 10 yaşına qədər uşağın davranış pozuntusu varsa, bu normaldır və korreksiya oluna bilir. Amma 10 yaşından yuxarı bir uşağın davranış pozuntusu varsa, burada psixiatrik diaqnoz qoyula bilir. Yəni, baxın, belə izah eləyim, sizə 10 yaşına qədər bir uşağın davranış pozuntusu ilə müşahidə etdiyiniz hallar olursa, bunun həll edilməsi rahatdır. Məsələn, deyək ki, bir dənə nümunə, qızın 12 yaşı var, yalan danışır, məsələn, gecələr evdən qaçır və oğurluq edir. Artıq burada konkret olaraq diaqnoz qoyulur ki, bu davranış pozuntusudur. Yəni, mən durub, məsəl üçün, atıram, bir problemə görə, məsələn, yeniyetməkdə 14 yaşı var, atıram, tutam ki, bir dənə problemi var, yalan danışmaq. Mən durub cəmaatın uşağına deyə bilmərəm ki, sənin uşağın davranış pozuntusudur, düzgün deyil. Yəni, etik deyil. Çünki həm uşağa damğa vururuq, həm uşağa etiket vururuq, həm də bilirsiniz məsələ nədir? Məsələ odur ki, o sözü ancaq həkim psixiatr deyə bilər. O da necə? Bir davranış bir uşaqda, bir yox, 3 dənə əlamət müşahidə olunursa, yəni 3 dənə problem bir nəfərdə müşahidə olunursa, göz görür də, yəni bu adam, məsəl üçün, atıram, tutalım ki, necə deyim, kiminsə evinə ancaq daş atır. O olur uşaqlar pəncərəyə daş atır. Məsələn, atıram, məktəbə nə bilim bıçaqla gedir, qızları hədələyir. Üzr istəyirəm, cinsi istismara belə məcbur eləmək. Bir yeniyetməni hamilə buraxmaq. Yəni bunların hamısı indi gələcəm o hissələrə. Bu artıq ümumi psixologiyada gedir belə. Xüsusi psixologiyada davranış pozuntusu necədir? Yəqin ki, bilirsiniz, autizmlərdir, Downdur, məsəl üçün, əqli gerilərdir, serebral ifliclərdə, yəni bunlar onsuz da birinci dərəcəli diaqnozdur. Həkim burada 5 yaşında 2 dəfə qoyulur, psixiatr diaqnozu psixoloq qoymur, psixoloq həkim də deyil.
Məsələn, atıram, tutalım ki, autizm Kanner diaqnozu, həkim nə qoyur? Əqli geri, bir dənə də yapışdırır əqli geri, plus üstə nə qoyur? Ağır və müalicə tələb edən ciddi davranış pozuntusu. Bu uşağa 5 yaşını. Bunların korreksiyasından, bax, bunların həlli istiqaməti ilə, xüsusi psixologiya ilə, ümumi psixologiyanın korreksiyası ayrıdır. Burada istifadə olunacaqsa KDT, burada istifadə olunacaq oyundur, nağıldır, art terapiyadır. Bu artıq təlimdir. Yəni gördünüz fərqli gedir. Bununla bu fərqli gedir. Yəni xüsusi ayrıdır. Çox adam məsələn də xüsusidə məsələn nə edir? Stolda düzgün oturtmaq, əlini qoymaq, sakit dur, ayaqları yerinə vur. Məsələn belə keçir də, belə bilir. Bu xüsusi aiddir. Sən durub məsələn evdən qaçan oğlanla deməyəcəksən ki, düz otur, belə elə. Əmrlə danışmayacaqsan ki. Gəlin sizə qısa deyim. Əgər əsəbilik varsa, aqressivlik varsa, inadkarlıq varsa, yalan danışma varsa, dırnaq yenmə varsa, saç yolma varsa, yataq ıslatma varsa, qida pozuntusu varsa, müxalifətçilik varsa, yuxu pozuntusu varsa, nitq pozuntusu varsa, oğurluq varsa, təhqiramiz danışma varsa, bunların hamısı nədir? Davranış pozuntusunun əlaməti. Mən heç vaxt bir uşağa, mən ümumiyyətlə sevmirəm, etiketi sevmirəm. Bir uşaq ola bilər ki, gəlib sizin yanınıza 6 yaşına. Maması deyir ki, məsələn, atıram, dırnaqlarını yeyir, nə bilim, batsın saçını yolur, gecələri yatmır, nitqi demək olar ki, pozulub, özünü yaxşı apara bilmir. Həmçində baza fon olaraq nə gəlir? Həmişə gəlir əsəbilik. Mənim uşağım əsəbidir, aqressivdir, məsələn, belə gəlir. Burada artıq mən şübhələnirəm, mütəxəssisim, şübhələnirəm ki, davranış pozuntusu əlaməti ola bilər. Və mən yönətməliyəm nevroloq. Mən heç vaxt kimisə uşağını götürüb özümə işləyə bilmərəm. Bəzən o qədər belə ucuzlaşdırırlar ki, ha kursa gəlim, fisyom da atıram. Mən bildim. Xeyr əzizim, psixoloq öz başına götürüb cəmaatın uşağını işləyə bilməz. Birbaşa cinayət məcəlləsi. Sizinlə danışırsınız. Sizin qanunsuz, diplomsuz işləməyiniz belə cinayət. Yəni sizi birbaşa məhkəməyə verib tutdura bilər valideyn. Yəni bu işlər ciddidir, protokolla. Yəni siz sadəcə bunu həm məlumat xarakterli öyrənə bilərsiniz. Mən də məsələn atıram, mənim ixtisasıma aiddir, numerologiya öyrənmişəm, xoşuma gəlib, öyrənmişəm məsələn. Amma mən numeroloq deyirəm ki, nə deyəcəm, eləm. Prosta həm marağım olub, həm almışam özüm üçün və yaxud da ki, o vaxtı təzə çıxan vaxtlar idi. Bu yaşam koçluğudur, nə kundalina nədir, marağa ki, hə görüm nədir, sırf marağa hə pul vermişəm, hə özüm üçün öyrənmişəm. Çünki mənim ixtisasım deyil, heç mən o sahə üzrə də getməyəcəm. Yəni mənim sahəm deyilsə bu, mən durub bunu niyə pul qazanmağa, cəmaatı aldatmağa sərf edeyim? Bu düzgün deyil axı. Məsələn, tam ki bir valideyn gəlir, sənə ehtiyacı var, sən mütəxəssissən, valideyn səndən mədət umur, düzdürmü? Deyir ki, məsələn, mənim oğlum yalan danışır, kaprizi var, inadkarlıq edir, aqressivliyi var. Psixoloq bunlar necə işləyir? Psixoloq öz başına götürüb işləmir. Psixoloq birinci dərəcəli kimə yönəltməlidir? Nevropatoloq. Amma çox təəssüf olsun ki, bəzi nevropatoloqlar və psixiatrlar yox, nevropatoloqlar çox haqsızlıq eləyir. Məsələn, bir uşağın 4 yaşı olub, loqoped qayıdıb deyib ki, apar bunu bir nevroloji müayinəyə. Çünki farmakoloji, yəni dərman dəstəyi də paralel gedə bilər. Bu, yəni dediyim etap çox vacib. Bəzən valideyn dərmanı qəbul etmir. Dərmanı bir də həkim, psixiatrdan və nevropatoloq yazır. Məsələn, atıram da, nevropatoloq bilsən valideynə nə deyib pulun dərdindən? Qayıdıb deyib ki, məsəl üçün, hə, mən dərman yazacağam övladıma, boş-boş aparma loqopedə. Valideyn də indi kasıb olub, biraz indi imkansız olub, da indi inanıb da həkimə ki, bir dənə dərmanla, məsələn deyirəm də, uşağım sağalacaq, düzələcək. İnsandır da inanıb valideyn. Uşaq 6 yaşına çatanda valideyn görüb ki, uşaq dil açmır, gətirib loqopedə. Loqopedə gətirən deyib artıq gecikmisiniz də. Yəni artıq yəni 4 yaşdan hara, 6 yaş hara. Nədir, həkim sırf öz əlinin altında saxlasın deyə. Yəni belə vicdansız həkimlər də var. Uşağa ancaq dərman içdirib ki, düzələcək dili, düzələcək dili, düzələcək dili, düzələcək dili. Artıq nə baş verir? Uşağın nitqi geriləyib, dəstək paralel olmalıdır. Nevroloq əgər rəy verirsə və psixiatr rəy verirsə ki, bəli, bu uşağın davranış pozuntusunun əlaməti varsa, rəylə gəlirlər. Cəmaatın uşağın öz-özünə işləmirik, rəy əsasında işlənilir. Rəy verirsə ki, hə, bu uşağın davranış pozuntusu var, məsələn deyirəm. Düzdürmü? Psixoloq bunu ürək rahatlığına işləyir. 3 aydan bir müayinə olunur ki, psixoloq nə nəticə verib? 6 aydan bir müayinə olunmalıdır. Valideyn baxır, psixiatr baxır, nevroloqu baxır və inkişaf paralel gedir. Dəstək bir yerdə gedir, öz başına tək getmir. İstisna durumlarda necə? Məsələn, yüngül problemlərdə, mən biraz çox ağıra getdim. Yüngül problemlərdə, hə, oğlu məsələn kaprizdir, inadkardır. Yəni, bu şübhələnmirsən ki, yəni buna həkim də lazımdır da. Amma elə şeylər var ki, siz uşaq saçını yolur, özünü yerə çırpır. Buna bir nevroloji də lazımdır da, pediatrik də görünmək lazımdır. Tək psixoloq bunu neynəsən ki? Amma hə, məsələn, uşaq sadədir, baxırsan ki, də yəni bunun hansısa bir şübhələndirici bir əlaməti yoxdur. Məsələn, atıram,
Sadədir. Sadəcə deyir ki, müəllimə uşaq dərslərini oxumur. Məsələn, bir problemləndir. Yoxlayırsınız ki, uşağı, indi onu necə yoxlayırıq? Kursda öyrənirsiniz. Yoxlayırsınız ki, uşağı, hə, normal sadə uşaqdır. Yəni hər hansı bir şübhə əlaməti yoxdur. Hə, bir də görürsüz valideyn özü deyir ki, məsələn 2 həftə işləyirsiniz, valideyn özü deyir ki, müəllimə çox sağ olun, uşağımın nəticəsi var. Valideyn özü sizə gəlib o sözü deyir ki, nəticəsi var. Nəticəni həmişə valideyn özü görür və deyir. Yəni o bilirsiniz nə demək? Sevindiricidir. Məsələn, mən özüm şəxsən rahat və normal uşaqlarla işləyəndə 2 həftəyə nəticə hiss olunur. Valideyn o nəticəni görür, həvəsləndirir, bir ayın sonuna gətirir. Hətta elə valideyn var, deyir ki, mən hər şey eləyirəm. 3 ay qoy gəlsin. Çünki normal belə deyək, terapevtiksə 3-6 ay müddətində olur, valideyn gətirir. Məsələn, mən bir valideynim də olmuşdu. Uşağına erkən diaqnoz qoyulmuşdu autizmlə bağlı. Valideyn 1 yaş 6 aylığında uşağını gətirdi yanımıza. 1 yaş 6 aylığından gətirəndə uşaq üzərində hər gün loqoped, psixoloq idman hər gün. 3 ayın sonunda uşağı autizmdən qurtara bildik. Amma bu hansı aydır? Valideyn tez üstə düşmüşdü. Bəzən qurtarmaq da olmur, amma bunu qurtara bildik. Çünki valideyn hamilə idi, təsəvvür edin, 8 ay idi ki, bu valideyn atıramda uşağını qarnında daşıyır. Təsəvvür edirsiniz, özü hamilə idi, uşağı qarnında idi, bir uşağı da əlindədir. Ağrıya-ağrıya, can verə-verə o 1 yaş 6 aylıq uşağı hər gün özəl, mən 2021-ci ildən danışıram, hər gün o özəl mərkəzə daşıyırdı ki, ay Allah, dua edir. Bax, bütün günü nevroloq da idi, paralel aparırdı müalicəni. Tək psixoloqun üstə də atmaq olmur. Həm nevroloq gedirdi, həm loqopedik gedirdi, həm psixoloq gedirdi, həm düyü bütünləmə gedirdi. Hamısından. Və bütün gün də kamera qabağında oturub izləyirdi ki, mənim uşağımdan nə işlənilir. Məsələn deyirəm. Hər gün o ağrıya-ağrıya gəlirdi, otururdu, səbr eləyirdi. Evdə də hamı işləyir. Bu da 8 aylıq hamilə. Təsəvvür belə də, yəni hamiləlik belə keçmişdi. Bütün günü belə-belə, ağrıya-ağrıya da can üstə. Amma şükür Allaha ki, yəni onu mən demirəm, autizmdən, onu həkim deyir. Yəni biz rəy vermirik. Biz sadəcə deyirik ki, əlamətlər hiss eləyir ki, yaxşılaşıb. Həkimə gedir, həkim təsdiqləyir ki, bunda autizm yoxdur. Yəni biz kimik ki, həkimin verdiyi diaqnostik əsasında. Davranış pozuntuları bilirsiniz çox geniş bir mövzudur. İnşallah kursa yazılanda mən bunu 2 şəkildə keçəcəm. Burada vaxtımız 8 dəqiqə qalıb. Diqqətsizlikdir, diqqətlə impulsivlik bacı qardaşdır. İmpulsiv nədir? Mən ürəyim istəyəni eləyirəm. Yersiz hərəkət edirəm. Məsələn, hamı yemək yeyir, mən dururam suyu tökürəm stolun üstə, mənə ləzzət eləyir. Məsələn, atıram. Qonaq getmişik, özümü çırpıram yerə. Diqqət cəlb edirəm. Yəni impulsivəm, kef edirəm. Bəzən o deyirlər, impulsiv kişilərə aşiq olmayın misal. İmpulsiv kişiləri sevməyin. Nə bilim, impulsiv qadınlar olur da, fevri davranan. Məsələn, uşaqlarda indi bu biraz başqa cür olur. Həddindən artıq hiperaktivlik, özünü idarə etməmək. Yəni bizə lazımdır nə? Bizə lazımdır ki, biz başa düşək ki, psixoloqun payı burada nədir? Psixoloq necə işləyə bilər? Psixoloq özü necə gedə bilər? Necə düzgün yanaşa bilər? Digər elm sahələrinə də hörmət eləmək lazımdır. Yəni ümumiyyətlə psixiatrik dəstəyə qarşılamaq lazımdır. Yəni zarafat deyil, bu bir elmdir. Başa düşürsüz, təsdiq olunmuş bir elmdir. Bu fantaziya deyil, bu spirituallıq deyil ki, durub cəmaatın nə bilim hissləri ilə oynayasan, gör-gör kör-kör dünyasıdır. Cəmaat övladını gətirir, nəticə işləyir, izlənilirsiniz. Yəni mütəxəssissinizsə ciddi olmalısınız ki, o nəticəni görüb gətirsin və inanın ki, həqiqətən doğru işləsəz nəticə də olur. 10% də olsa olur. Ən ağır da deyirəm, 10% də olsa verə bilirsiniz və ən azı verə bilməsəz belə o qədər işləyirsiniz ki, o valideyn belə sizə baxır, o görür ki, yəni bu mütəxəssis əlindən gələni eləyir də, yəni başa düşür vəziyyətin çətinliyini. Düzdür, başa düşməyən valideynlər də olur. İndi mən ağırdan deyirəm. Və onlar da artıq həkimə yönləndiririk ki, həkim yəni başa salsın ki, dərindir və s. Suallarınız varsa çata yazın, 6 dəqiqəmiz var. Bugün sizə əsas hissələrdən danışdım, demək olar ki, konkret olaraq. Sonra, deməli, diaqnostik meyallar, davranış pozuntusunun diaqnozu oğlanlarda 10-12 yaşda qoyulur, qızlarda 14-16 yaş. Məsələn, olub ki, aranızda, bilməm, məktəbdə işləyənlər varsa, ən çox müəllimlər. Mən ümumiyyətlə istəyirəm bu kursa müəllimlər daha çox yazsın. Məsələn, Tom uşaqdır, 9-cu sinifə qədər gəlib normaldır, birdən yararsız hesab olunur təhsildə. Niyə? Davranış pozuntusu. Davranış pozuntusu potensial şəxsiyyət pozuntusu da gələcəkdə. Potensial narsistdir, potensial psixopatdır. O baxırsınız da o qorxu filmlərinə, o öldürdü anasını, bacısını. Hamısı davranış pozuntusuna yaranır da. Baza fon budur da. Yəni o tək şey deyil. Gəlib 7-ci sinifdə də ola bilər davranış. Amma yəni ona həkim rəy verir. Yəni 3 əlamət olur. Bir də ki, valideyn necə normal uşağı ertələyəndə olur. Məsələn, normal uşaqda yalan danışır. Əşi, övladım düzələcək. Gəlir 15 yaş olur, uşaq yalan danışır, oğurluq eləyir, başqasının maşınını sürür, eləyir, başlayır qaydaları şey eləyir, nə bilim, söyür, təhqir eləyir, cəmaatın qızını aparır, nəsə eləyir. Belə şeylər də var. Yəni
Niyə görə məktəblərdə 18 yaşa kimi ümumiyyətlə cinsi temalar həssasdır? Sizcə niyə? Amma Rusiya məktəblərinə gedirsiniz, 9-cu sinif qız da hamilə oturub sinifdə. Niyə? Davranış pozuntusu deyil. Bu bizə hamilə qalmaq davranış pozuntusu deyil. Çünki o qız 18 yaşına kimi ana olsa, indi Azərbaycan mentalitetindən danışmıram, bizdə də onsuz da qanun qüvvəyə minib. Əgər ana olsa, avtomatik olaraq gələcəkdə depressiyadan əziyyət çəkəcək, panik atakdan əziyyət çəkəcək, təşvişdən. Yəni onun psixologiyası ana olmağı qaldırmayacaq. Yəni doğduğu uşağa ana olma potensialını itirəcək. Düzdürmü? Yəni təsəvvür et ki, 14 yaşında hamilə qalıb, bu istər-istəməz gəlib depressiya çıxacaq və uşağın, yəni doğulan uşağın həyatı təhlükədə olacaq. Həm də insan özünü psixoloji olaraq inkişaf elətdirməlidir ki, analığa qədər bir yol gəlib keçsin ki, o ana ola bilsin. Məsələn, bu cinsi məsələlərdir, çox aktivdir. O məsəl üçün dilənçilər sizcə davranış pozuntusudur. Uşağı metronun qabağında diləndirir. Məcbur eləyir ki, get pul qazan. Və yaxud da ki, bir dənə uşaq olub, pasiyent, danışacağıq onun kursda, bu hissəni də yekunlaşdıracağam, hə. Məsələn, bir dənə pasiyent olub, bütün gün övladının yanında deyir ki, evdə yeməyə pul yoxdur da, uşaq nəsə istəyir, mamasına ki, mama bunu al, bunu al, bunu al. Maması da qayda deyir ki, balam pul yoxdur, pul yoxdur. İndi valideyn bunu pis demirdi uşağına, amma düzgün şəkildə demir. Və uşaq bir gün marketə gedir, başlayır oğurluq eləməyə. Nə bilim, yağ oğruyur, şokolad oğruyur. Yəni belə hallar çox olur. Məktəbdə oğru uşaqlar görəndə biz çalışırıq qınayaq. Amma başa düşək ki, yəni bir uşaq əgər oğurluq edirsə, o yəqin ki, evdə ona yox deyilir. Yəqin ki, valideyn özünü düzgün ifadə eləmir. Başlayır, nə bilim, peçenye oğruyur, şokolad yağı oğruyur. Məktəbdə uşaqların çantasına girir, pul oğruyur. Hə, məsələn, üstü açılanda da məsələn deyirəm, bəlli olur ki, uşaq davamlı olaraq evdən pul istəyib, ehtiyaclarının qarşılanmasını istəyib, məsələn deyirəm də. Amma valideyn nə deyib? Valideyn deyib pulum yoxdur, 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 yoxdur. Hətta bu məşhur kinolarda da görərsiniz. Belə ən məşhur kinolarda belə görərsiniz ki, yəni ən çox da İngilis kinolar, Amerikan kinolarındakı əla. Hə, məsələn, kinolarında görərsiniz ki, məsəl üçün deyim də, imkansızlıqdan gedir oğurluq eləyir. Qaradərlilərdə də var, başqa ölkəyə gedir və s. Okay, sertifikat barəsində məlumat verim. Əgər diplom almaq istəyirsinizsə, diplom yəqin ki, əlavə ödənişlidir. O, yəni kursun ödənişinə daxil deyil. Qiyməti bilmirəm, səhv eləmirəmsə, kursu bitirəndən sonra sırf diplom istəyirsinizsə, yəni diplom da yenə də deyim, bu sizin üçün universitet diplomu deyil, sadəcə bitirməyinizə dair bir diplomdur. Yəni bu sizin üçün daha yaxşı olar, bilmirəm. Əlavə ödəniş rüsum olaraq, yəni vergi daxil bilmirəm, 40 manat olar, səhv eləmirəmsə, onu artıq yazıb soruşaram. Amma sertifikat istəyirsinizsə, ödəyəcəyiniz ödənişə daxildir, rəsmi sertifikatdır, vön ödənişlidir. Yəni bu o deməkdir ki, vergi ödəyicisidir, həm özəl, həm dövlət müəssisələrində belə deyək ki, keçərlidir və kurs tərəfindən verilmiş olur. İnşallah. Yəni ki, sertifikat ödənişə daxildir nə ödəsiz, amma diplom istəsəz, bu sizin üçün daha yaxşıdır. O, yəni mən bilmirəm, vergi var orada. Vergiyə görə artıq o əlavə ödənişlidir. Yəni bilirsiniz də, keçdiyim kursa görə vergi ödənilir kurs tərəfindən. Yəni o artıq əlavə ödənişli olur. Yəni kim istəsə məcbur deyil. Yəni siz əgər istəyirsinizsə diplom olsun, ödəyib ala bilərsiniz. Yox, əgər diploma ehtiyac duymursunuzsa, sadəcə rəsmi sertifikatım da olsun, yəni bu da məncə kifayətdir. Əsas odur ki, bilim. Belə. Bir də ki, yəni bu cür. Başqa sualınız yoxdursa, vaxtımız bir dəqiqə qalıb. Kiminsə də nə sualı varsa, ümumiyyətlə qrupa açıq qoyacağam. Kiminsə nə sualı varsa yaza bilər, sual cavablandıra bilərik. Bir də kursumuz 11 avqustdan artıq başlayacaq. 11 avqusta kimi kim qeydiyyatdan keçsə, çox nəfər götürməyə düşünmürəm. 5-6 nəfər götürməyə düşünürəm. Kim qoşulmaq istəsə, 1000 ödənişli bron eləyə bilər, yerini saxlaya bilər. Artıq 11 avqustdan başlayarıq. Hər dərs Gönül sonu xanım, çox sağ olun. Təşəkkür edirik gözəl məlumatlara görə Ayda xanım da. Qiymətini mən unutdum. Kursun qiyməti neçədir 11-dən? Bir də diplomun qiyməti neçədir sertifikatın? Kursun qiyməti haqqında ətraflı yazaram. Hı hı. Diplomun qiymətində mən kurs rəhbəri ilə danışıb sizə elə qrupa məlumat göndərərəm. Tamammı? Ha, Ödəniş qiymət məsələləri. deyilmədi. Onu da özümə elə bildim qaçırtdım. Qulaq asıram Yox, 15 yox, yox. manat. Aha, belə. Kursun qiyməti də zamanı, bir də müddəti, bir də Hə, onların hamısını ödənişi. yazacağam. Baxın, okey. İnşallah. Bir dəqiqəmiz qaldı, birdən şey olar.